bir meteoroloji proqnoz açıqlanıb. Artıq havaların ayın 17-sindən sonra 17-si gecə 18-nə keçəndə havalar sərtləşəcək, qar gözlənilir, sulu qar gözlənilir. Bəli, Milli Hidrometeorologiya Xidmətindən bizim mediaya verilən xəbərə görə martın 17-sində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənir. Bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Meteohəssas insanlar üçün. Çünki havalar dəyişdikcə insanlar ürəyi zəif olanlar, nə bilim, mədəsində problem olan, qaraciyərində, ağciyərində problem olanlar, hələ deyərdim belə bağırsaqlarının özündə problem olanlar, bəli. Bir də görürsünüz ki, hava dəyişdikcə onlarda o dəyişkənlik hiss olunur. Məsəl üçün, olur da mənim tanıdığım adamdır, deyir ki, axşamdan özümü çox pis hiss edirəm. Deyirəm, mən də o vəziyyətdəyəm. O deyəndə ki, baş ağrılarım var, ürək qalxmam var, halsızlığım, taqətsizəm. Deyirəm, bu halları mən də yaşayırıq. Biz həmən 3 nəfər, 4 nəfər əgər bu halı yaşayırsa, demək, biz meteohəssas adamlarıq. Havada, o gün, yəni, havana təmasda çox olmaq olmaz. Qapalı bir yerdə qalmaq olar. Amma müəyyən, görürsünüz, həkimlər deyir ki, amma meteohəssas adamlara əlverişli hava olacaq ayın 17-sində ən çox da Abşeron yarımadasında, Abşeronda yaşayanlarda.